Herkese selamlar. Bugün sizlerle yepyeni bir bölümde karşı karşıya. Bugün Şampiyonlar Ligası'nda olan 8'de bir final mərhələsində iştirak eden klublarla beraber Şampiyonlar Ligası İmperializm oyunuyla beraber sizlerle gördüğünüz gibi hazırda xəritədə 16 komanda var ve bu komandalar birbirleriyle oynayacaklar ve öz ərazilərini işğal etməyə çalışacaqlar. Öz ərazilərini deyək ki, yəni rəqibinin ərazilərini işğal edib sonda bir komanda bütün bu ərazinin sahibi olmuş olacaq. Elə isə vaxt itirmədən videomuza gələn keçid edək. Gəlin əvvəlcə çarxı fırlaya və görək çarxdan hansı komandanın adı çıxmış olacaq. Bəli, artıq çarxımıza gəldik. Gəlin çarxı fırlaya görək hansı komandanın adısı ilkdə. İlkdən çıxan komanda PSV olmuş olur. Gəlin görək PSV komandası hansı istiqamətdə hücum etmiş olacaq. Gəlin görək PSV hansı istiqamətdə hücum edəcək. PSV'nin hücum edəcəyi istiqamət cənub oldu. Gəlin görək cənubda necə bir hücum etmiş olacaq PSV komandası. PSV'nin hazırda gördüyünüz kimi cənubdakı rəqibi Barcelona oldu və gəlin Barcelona PSV oyununu simulyasiyaya edək. Və artıq gəldik çatdıq. Gəlin PSV Barça oyununu simulyasiya edək. Və bu oyunu simulyasiya etdik. Və PSV Barcelona'ya 2-1 hesabı ilə qalib gələrək Barcelona ərazisini işğal etmiş olur. Gəlin isə PSV'yə Barcelona'nın ərazilərini qataq. Gördüyünüz kimi PSV'nin artıq əraziləri Barcelona ərazilərinə PSV artıq Barcelona ərazisini işğal etmiş oldu. Gəlin görək indi digər komanda hansı olmuş olacaq. Getdik. Gəlin ikinci çarxı fırlaya görə çarxdan hansı komandanın adı çıxacaq. Və çarxdan çıxan komanda Brügge oldu. Gəlin görə Brügge hansı istiqamətdə hücum edəcək. Və Brügge komandasının hansı istiqamətdə edəcək hücuma buradan fikir verəcəyik. Və şimal çıxdı. Gəlin görə bu komanda şimalda hansı ölkəyə komandaya hücum edəcək. Brügge komandasının şimaldakı rəqibi Inter komandası. İndi isə Brügge Inter oyununu gəlin simulyasiya edək. Gəldik çatdıq o oyuna. Gəlin bu oyunu simulyasiya edək. Brügge Inter oyunu simulyasiya etdik. Brügge komandası Inter'ə sürpriz şəkildə qalib gələrək Inter'in ərazisini öz ərazilərinə qatmış olurlar. Böyle bir sürpriz hazırda baş verir. Və bəli, gördüyünüz kimi Brügge komandası artıq Inter'in ərazisini işğal etmiş olur. İndi isə gəlin keçək növbəti komandaya. Və növbəti komanda hazırda burada çıxır və çatan çıxan növbəti komanda Paris Saint-Germain olur. Gəlin görək Paris Saint-Germain komandası hansı istiqamətdə hücum edəcək. Və Parislilərin hücum edəcəyi istiqamət isə qərb olacaq. Görək qərbdə hansı komanda hücum edəcək. Paris Saint-Germain komandası. Parislilərin qərbdəki rəqibləri isə Bayern Münchendir. Gəlin bu oyunu simulyasiya edək. Paris Saint-Germain Bayern München oyununu simulyasiya etdik. Görək kim hansı ölkə ərazisini, hansı klubun ərazisini işğal edəcək. Paris Saint-Germain 2-0 hesabı ilə qalib gəlir və Bayern München ərazisini işğal etmiş olur Parislilər. Saint-Germain də Bayern ərazisini işğal etdi. İndi isə gəlin keçək növbəti komandaya. Növbəti komandanı simulyasiya edirik və növbət çıxan komanda isə yenə Paris Saint-Germain oldu. Görək bu dəfə Paris Saint-Germain kimə hücum edəcək. Hansı tərəf olacaq. Və onlar yenə qərbə hücum edirlər. Amma onların qərbdə artıq rəqibləri yoxdur. Ona görə yenidən bu fırlayacaq çarxı. Və görək hansı istiqamət gələcək. Cənub gəldi. Görək Parislilər cənubdan hansı komanda ilə sərhəddilər. Cənubdakı rəqibləri Real Madrid komandasıdır. Ona görə Real Madrid komandasına qarşı oyunu simulyasiya edək. Və Paris Saint-Germain Real Madrid oyunu simulyasiya edilir hazırda. Və Paris Saint-Germain komandası Real Madridə 2-0 hesabı ilə qalib gəlir və onların ərazisini işğal etmiş olur. Və budur, artıq Paris Saint-Germain ərazilərini biraz da artıq böyüdür. Gəlin keçək növbəti komandalara. Və növbəti komanda kim olacaq? PSV Feyenoord ola görə Feyenoord komandası hansı əraziyə hücum edəcək? Feyenoordun hücum edəcəyi istiqamət görə hansı olacaq? Feyenoord şərq istiqamətində hücum edəcək. Şərqdəki rəqibi isə buradan gördüyümüz kimi Borussia komandası. Gəlin o oyunu simulyasiya edək. Və Feyenoord Borussia Dortmund oyunu simulyasiyasına edirik. Feyenoord hesabı açır. Feyenoord ikinci qolu vurur və
Daha bir sürpriz baş verir ki Feyenoord komandası rəqibinə qalib gəlməyi müvəffəq olur və budur artıq Feyenoord komandası da Borussia komandasının ərazisini işğal etmiş olur. Hazırda gördüyünüz kimi ərazilər kifayət qədər azalır. Gəlin keçək növbəti komandaya. Və növbəti komanda kim olacaq? Brügge olur yenə. Brügge və Brügge'nin hücum edə istiqamət qərb olacaq. Və Brügge PSV oyunun simülyasiyasını etdik. Görək bu oyunda kim qalib gəlmiş olacaq. Brügge PSV oyununda PSV komandası qalib gələrək öz ərazilərinə biraz da böyütmüş olur. Və bu da PSV'nin sonuncu əraziləri. PSV artıq öz ərazilərini biraz da böyük etmiş olub hazırda gördüyünüz kimi. İndi isə gəl növbəti komandana görə kim olacaq? Növbəti komanda PSV yenə gəlmiş olur. Və görək indi hansı istiqamətə hücum edəcək və bu komandanın hücum edə istiqamət qərb olacaq. Qərbdəki rəqibi isə Arsenaldır. Və PSV Arsenal oyununu simulyasiya edək görək bu oyunda kim qalib gələcək. Arsenal PSV üzərində 2-0 hesabı ilə qalib gəlir və PSV ərazilərini öz ərazilərinə qatmış olur. Və gördüyünüz kimi artıq Arsenal öz ərazilərini biraz da böyük etmiş olur. Gəlin keçək növbəti komandaya. Növbəti komandanın gəlin simulyasiya görə kim olacaq? Növbəti komanda Paris Saint-Germain olur. Parislilərin hücum edəcəyi istiqamət görə hansı olacaq? Onlar şimal istiqamətində, təbii ki, onların rəqibləri yoxdur. Ona görə bir də simulyasiya, bir də çarxı fırlayırıq. Və cənub istiqamətində. Cənub istiqamətində onun iki rəqibləri var. Biri Arsenal, digəri Benfica'dır. Gəlin biz Benfica ilə onları simulyasiya edək. Çünki Benfica ilə oyuna çıxmayıb və Paris Saint-Germain Benfica oyunu simulyasiya edək. Və Paris Saint-Germain Benfica oyunu simulyasiya etdik və bu oyunda Parislilər rəqiblərinə 2-0 hesabı ilə qalib gəlirlər və bu da gördüyünüz kimi Paris Saint-Germain komandasının hazırda ərazisidir. İndi isə gəlin keçək növbəti komandanın oyununa keçək. Və növbəti komandaya keçdi. Növbəti komanda kim olacaq? Bu komanda Bayer Leverkusen'dir. Gəlin görək Bayer Leverkusen komandası kiminlə qarşılaşacaq. Və Bayer Leverkusen komandasının hazırda püşkün attığı görək hansı istiqamətə hücum edəcək. Və Bayerlilərin təbii ki də qərbdə rəqibləri yoxdur. Ona görə bir daha bu çarxı atacağıq. Çünki qərbdə onların rəqibi yoxdur. Və yenə qərb çıxır bəxtimizdən. İkinci dəfə alacaq qərb çıxır. Ona görə yenə simlə bu fırlamalıyıq bir çarxı. Və bu dəfə cənab Stolnik Leverkusen və Feyenoord komandaları qarşı-qarşıya gəldilər və bu oyunda Feyenoord sürpriz imza ataraq Bayer Leverkusenə 1-0 hesabı ilə qalib gəlir. Və gördüyünüz kimi Feyenoord komandası ərazilərini biraz da artıra görə ki heç yarışmayan komandalar Atletico Madrid, Liverpool, Aston Villa və Lille komandalardır. Gəlin keçək biz növbəti komandamıza. Komandanı simulyasiya edək. Növbəti komanda kim olacaq? Atletico Madrid komandası. İstəyən görək onlar hansı istiqamətə hücum çarxı və Atletico Madrid komandasının hücum edəcəyi istiqamət cənub istiqamət olur. Gəlin görək cənubda onların rəqibləri kimdir? Aston Villa'dır. Atletico Madrid Aston Villa oyunu simulyasiya edək. Və Atletico Madrid Aston Villa oyunu simulyasiya edirik. Bu oyunda görək hansı hesab qeydə alınacaq və penaltı siyasında Atletico Madrid komandası rəqibini üstəliyir və ərazilərini biraz da artırmış olur. Və Atletico Madrid ərazilərini biraz da gördüyünüz kimi böyütdü. Gəlin keçək növbəti komandaya. Artıq komandaların sayı kifayət qədər gördüyünüz kimi azaldı. Növbəti komanda kim çıxdı? Liverpool çıxdı. Gəlin görək Liverpool hansı istiqamətə hücum edəcək. Növbəti çarx fırladığımız rəqibləri cənubdan çıxdı. Cənubdan onların rəqibləri Liverpool Lille oyunu simulyasiya edirik. Liverpool Lille oyunun simulyasiyasını etdik və bu oyunda maç penaltı siyasına gedir. Penaltı siyasında rəqibini üstələyən Lille komandası Liverpool ərazisini işğal etmiş olur. Gördüyünüz kimi artıq Lille də bu əraziləri işğal etmiş olur. Gəlin keçən növbəti komandaya. Artıq komanda sayı kifayət qədər azaldı. Növbəti komanda gəlin görək kim olacaq? Bu dəfə Lille çıxır. Görək Lille rəqibi hansı komanda olmuş olacaq. Lille komandası qərbə hücum edəcək. Onların qərbdəki rəqibləri isə Atletico Madrid olacaq. Madrid Lille oyununu simulyasiya edirik. Gəlin görək bu oyunda hansı hesab olacaq. Atletico Madrid komandası Lille 1-0 hesabı ilə qalib gələrək onların ərazilərini öz ərazilərinə qatmış olur.
Və bu da Atletico Madrid komandasının ərazisi və son 4 komanda artıq hazırda qaldı. Gəlin sonuncunu simülyasiya edək. Və son 4 artıq komanda qaldı və Feyenoord'a görə Feyenoord hansıdır? Feyenoord şimal istiqamətində hücum edəcək. Və gəlin Feyenoord Paris Saint-Germain oyununu simülyasiya edək. Feyenoord Paris Saint-Germain arasındakı oyunu müstəq götürür və Paris Saint-Germain rəqibinə 2-0 hesabı ilə qalib gəlmiş olur və Feyenoordun ərazisini də öz ərazilərinə qatmış olur. Və budur, artıq xəritədə cəmi 3 hazırda komanda qalıb. Gəlin keçək növbəti komandaya. Və son 3 komanda hazırda qaldı. Son 3 komandanın kim oldu deyərik? Arsenal komandası olmuş olur. Yenidən simülyasiya artıq fırayırıq çarxı və qərb istiqamətində qərbdə olan rəqibləri Paris Saint-Germain'dir. Heyecanlı anlar artıq sonlara yavaş-yavaş yaxınlaşırıq. Arsenal Paris Saint-Germain oyundayıq. Arsenal komandası Paris Saint-Germain'i 2-0 hesabı ilə məğlub edərək onların ərazilərini öz ərazilərinə qatmış olur. Və budur, artıq Arsenal Paris Saint-Germain ərazisini işğal etmiş olur. Artıq cəmi 2 komanda qaldı, Atletico Madrid və Arsenal. Və bu Çempionlar Liqası İmperiyası oyunda artıq finaldayıq. Gəlin keçək görək finalda Arsenal və Atletico Madrid arasında oyunu hansı komanda qalib gəlmiş olacaq. Və Arsenal Atletico Madrid oyunu simülyasiya edirik. Bu iki komanda arasında olan oyunda isə Arsenal komandası rəqibinə 2-1 hesabı ilə qalib gələrək imperializm oyununun da qalibi olmuş olur. Və gördüyünüz kimi Arsenal komandası bütün xəritənin sonunda işğal edir və Çempionlar Liqası imperializmdəki bütün ərazilərin sahibi onlar olmuş olur. Və biz bu videonun sonuna gəlmiş olduq. Əgər bu videonun Avropa Liqası versiyasında əgər istəyirsinizsə yorumlarda qeyd edə bilərsiniz və videoya like atıb kanala da abunə olmağı unutmayın. Hər ilə sağollaşıram. Sağ olun, salamat qalın.